Hal-hazırda İmagro MMC şirkətinin standının yanındayım və sol tərəfimdə Qüdrət Abbasov bəy dayanıb. Leasing şöbəsinin direktorudur. Salamlayıram sizi, necəsiz? Çox sağ olun. Mən də sizi salamlayıram. Gözləndiyimiz nəticəni əldə edə bildik. Kifayət qədər qonaqlarımız oldu. Cənab Baş nazir də bizim stendi ziyarət elədi. Yəni hər şey gözlədiyimiz kimi gedir, gözlədiyimiz axından gedir. Təşəkkür eləyirəm. Bizə zəhmət olmasa İmagro MMC şirkəti nə kimi fəaliyyətlər göstərir? Bu haqda biraz məlumat verərdiniz. Bizim belə deyək, şirkətimiz Improtex şirkətlər qrupudur. 1991-ci ildən fəaliyyət göstərir. Onun tərkibində olan iki şirkətlə biz qatılmışıq. Improtex Industries və Imagro şirkəti olaraq. Imagro şirkəti kənd təsərrüfat texnika və aqreqatlarının belə deyək, idxalı və distributoru ilə məşğul olur. Improtex Industries isə kənd təsərrüfat texnikaları və üst qurğularının yerli istehsalı ilə məşğul olur. Hal-hazırda Imagro şirkəti olaraq Horş, Massey Ferguson, Alpego və Farmet modelləri ilə sərgiyə qatılmışıq. Amma yerli istehsal olaraq Improtex Industries'in məhsulları olaraq isə 2 tonluq platforma, meyvə toplama platforması, 5 tonluq yanacaq təni, 10 tonluq su təni və 6-10 tonluq lafetlərlə qatılmışıq. Bugün sərginin sonuncu günüdür və sərgi möhtəşəm keçdi mənim fikrimcə. Bax, sizin də təəssüratlar almaq istəyirəm. Başqa ölkələrdən gələn qonaqların şirkətinizə olan marağı necə idi? Bu haqda biraz məlumat verərdiniz. Yerli və xarici qonaqlarımız oldu. Belə bir şey deyim, biz üçün bir uğur da oldu bu stenddəki. Biz xarici bir markanın artıq burada nümayəndəliyini də aldıq. İnşallah ki, növbəti il 2023 sərgisində daha bir distributorluğun əldə etdiyimiz modellə də bu sərgiyə qatılacaq inşallah. Təşəkkür eləyirəm suallarınız üçün, suallarımızı cavablandırdığınız üçün. Sizə işlərinizdə uğurlar arzulayıram. Çox sağ olun. Mən də təşəkkür edirəm sizə. Sizin kanalınızda uğurlar arzulayıram. İnşallah ki, Azərbaycan efirində də tezliklə yayınmasını gözləyirik inşallah.